Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa, tikinti və idarəetmə xidməti Ağdam şəhəri 5-ci yaşayış masivi məhəllə O121 üzrə binanın tikintisi işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub. Tenderin qalibi Diller İnşaat Qapalı Səhmdar Cəmiyyəti seçilib. Tərəflər arasında bağlanacaq satın alma müqaviləsinin maliyyə dəyəri 8 milyon manat təşkil edir. Şirkət bu məbləğə bir bina tikəcək. Diller İnşaatın deputat Ülvi Quliyevə məxsus olduğu iddia edilir. İddia təsadüfən ortaya atılmayıb. Məsələ burasındadır ki, Diller İnşaatın təsisçisi Ülvi Quliyevin oğlu Orxan Quluzadədir. Orxan Quluzadə 2016-cı ildə medianın diqqətini cəlb edib. Həmin vaxtlarda onun tikinti biznesinə başladığı və bir neçə şirkəti təsis etdiyi barədə məlumatlar yayılmışdı. Diller İnşaat təkcə tikinti işləri görmür, həmçinin inşaat materiallarının satışını həyata keçirir, eyni zamanda layihələndirmə, interyer dizayn xidmətləri göstərir. Bir neçə il əvvəl Dərnəgüldə şirkətin seramik mərkəzi də açılıb. Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa, tikinti və idarəetmə xidmətinin rəhbəri Leysan Məmmədovdur. Leysan Məmmədov bir müddət əvvəl oğlu Elnur Məmmədovun Sibrizdə dava salması ilə gündəmə gəlmişdi.